Selamlar. Kanalımıza hoş gelmişsiniz. Bugün biz mama bağın nedisinə gedirik. Sentralne. Gidək hem apteka girəsiyəm. Hem avtobus gəlir deyəsən. Hem apteka girəsiyəm. Hem qaqaşın ad gününə nəsə almalıyam. Gedim görüm nə tapıram. Quş. Nazlı məktəbdədir. Sabah gedəcəyik inşallah. Qaqaşgilə. O məktəbdəykən gedim Nərgizlə işlərimi həll eləyim. Quş. Sen. Hani yamuç ver. Avtobus gözləyirik. Yoxdur hələ. Bu arada burada deyəsən kimsə gənc adam rəhmətə gedibdi. Allah rəhmət eləsin. Məncə qara qırmızı ikisini bir yerdə bağlayanda gənc adam üçün bağlayırlar. Kuzu. Kuzu. Əynindəki oğlan gödəkçəsidir. Fatihdən qalıb. O qədər çox xoşuma gəlir ki. Mən fikir verən deyiləm, oğlan qız. Xoşuma gəlir. Alıram, ya giyindirirəm. Bir dəfə Nazlıya oğlan bölümündən qırmızılı, qaralı belə xətti jaket almışdım. O qədər bəyənmişdim ki. Gəldi avtobus aldım. Hara gedirsən? Eve geldim. Üstümü dəyişdim. Aldıqlarımı indi göstərim sizə. Nərgiz xanım. Onda üstünü dəyişdik. Həm markete girmişəm. Nərgizin suyu. İçirsən? Ala. Bunlar marketdən aldıqlarımdır. Elə bir şey almamışam əslində. Kofe, belə şeylər almışam. Sonra piçi almışam. Vereyim Nərgiz piçi. Yolda açmışıq bunu. Nərgiz xanım dayanmır çünki. Yavaş içdən olub. Yekə kulok aldım ki 100 dənə kulok olmasın. Sonra Seravno təzədən Binəqədi malın içində də diva açılıbdı. Oradan şey aldım, jiletka aldım özümə. İç-içə qoymuşam. Burada bir-iki şey var, onu çıxardım. Sonra söhbət olur. Şəxsi şeylər. Ki, belə şeyləri göstərməyin. Saç üçün kraska aldım. Bunun içində 2 dənə tubik var, 2 dənə kraska var. Hanım dedi ki, yaxşıdır. Bir dəfə mən istifadə eləmişdim bundan. Uzun zamandır mən saçıma kraska qoymuram. Keçən səfər belə o hər dəfə yuyanda saça qoyulan rənglər var. Ondan istifadə elədim, eləməz olaydım. Saçımın yarısı oldu qara, yarısı oldu nə bilim nə rəng. Rəng-bərəngdir də başım, bildiyiniz. Bu da laynerdir. Xanım dedi, jevinki qəşəngdir. İnşallah yaxşı olar. Laynerim qutarmışdı. Əslində gərək firmadan alım. Mən bir ara Top Face firmasından özüm üçün məhsullar götürürdüm. Belə yaxınlarımızdan da kimsə istəyəndə çox bəyənirəm də onu. Oradan olan məhsulları. Gərək bir dəfə gedim. Bilmirəm, hələ də mənim orada qeydiyyatım qalır, yoxsa yox. Qaqaş üçün belə bir dənə sportivni aldım. Şal var daha doğrusu da, dəst deyil. Gəlinimizdən soruşdum Gülnardan ki, nə alım. Əslində dəst almaq istəyirdim. Dəstlərin də hamısının üstü vetrovka fasonuydu. Dayan verim qurt. Ay qurt.
Hamısı vetrovka fasonu idi. O da dedi ki, xoşu gəlmir onun vetrovka fasonu. Ona görə dəst almadım. Dedi ki, bir dənə belə bu rəngdə kapşonlu koftası var. Şalvar alsan, dəsti belə sportivni dəst kimi geyinər. Mən də ona görə tək şalvarını aldım. Sonra aptekə girdim. Magni B6 aldım. Sonra ayda mən bundan istəmirdim əslində. Necə baxmadım orada. Fluconazol aldım. Antibiotik içmişəm. Fluconazol içməliyəm. Magni B6 aldım. Dəhşət ayaq ağrılarım çoxalıbdı. Salfetka elə belə götürdüm, Gönərgizin kürəyinə qoyaram. Mən qoyana kimi kürəyi qurudu. Tərləmişdi marketdə. Bu da belə. Sonra çörək almışam. Bir dənə, bu da oyana gedəsinlərdəndir. İndi göstərərəm. Bu da jiletkam. 25 manat şalvarı aldım. Aşağı yerini olmadı. Dedi ki, elə normal qiyməti budur, nə bilim, bla bla bla. Dedim, mən yaxşı, onsuz da yəni, indi hər şey bilirsiniz, o da bahasıdır. Prosta 25 manata həm kapşonlu bir şey alıb, həm də şalvar almaq adama şey gəlir də ki, nədir, sportivni şalvardır da o da. Düzdür, mən özümə də aldığım 25 manata almışdım da, qaşdı falan da o. Üstünü ayrı 25 manata, altını ayrı 25 manata almışdım, amma yenə də nə bilim, qəribə gəlir mənə ki, hər şeyin qiyməti o qədər qalxıb ki. Bunu da 25 manata aldım, çox qəşəngdir, xoşuma gəldi. Yox idi qısa qol belə qurtqam. Əvvəl var mıydı kremovu rəngdə? Gülnar ad günümdə almışdı deyəsən çoxdan. Bu evə köçən il idi. 2-3 ili var da. Bilmirəm indi necə işıqdan necə görünür. Belədir. Heç nə görünmür ha. Amma qəşəngdir. Koridorda göstərim bəlkə. Belədir. Güzgümdəki maşallah həmişəki kimi Nərgizin əl izləri, nöqtələr falan. Evə neçə gündə ağcaqanad dadanıb. Baxın, ağcaqanad kakalarıdır. Mən silirəm, onlar bulaşdırır. Bilmirəm, siçan çox almışdı bir ara. Həyat evlərinin dərdidir də siçan. Çox almışdı. Bizdə evdə yoxdur. Çöldə bayırda görürdüm. Həyətdə o yana bu yana gəzirlər. Evə girmək istəyirlər. Qapını tezi bağlayıram ki, girməsinlər. Deşikləri falan tutmuşuq deyənə evdə şükür Allaha yoxdur. Görünür, qonşular dərman falan atıblar. Gəlib hardasa yəqin ölüb. Ya evin altında, ya evin üstündə, hardasa. Belə. Çox xoşuma gəldi. Qızım. Eləmə elə. Üstün yaşı olur axı, eləmə. İçib tüpürmə. Yaxşı, eləmə elə, axıllı balam. Ay Allah, Nərgizin əlinə peçeni vermişəm. Hər yer olacaq peçeni. Sonra bir də belə göstərim. Cibləri bu fasondur. Buradan ciblərin kənarlarını yırmaq olur. Amma nə gerək var bilmirəm. Belə ipli-miplidir. Sonra kapşonkası var. Sonra 3XL yazılıb üstünə. Elə onlar 3XL. Çünki rahat belə genişdir də. Mən xoşduram geniş. Orada birini geyinmişdim. Üstündə başqa belə B hərfi yazılmışdı. Qızıl rəngdə idi bəzəkləri falan. O da qəşəng idi. Amma əynim o qədər kip oturmuşdu ki. Mən xoşduram biraz belə boş olsun əynimə olan şeylər. Arxasında da belə lapçıqaları var. Bəzək üçündür. Belə sırıqlı model.
Dayan verim Nərgiz, indi hamısını tökəsən. Ala. Sağ ol dinə. Ana, çox sağ ol. Çox sağ ol. Çox sağ ol. Yox. Çörək almışam, bir dənə ekler almışam. Yiyeyim onu. Sonra Nazlı neçə gündür bu yekə laylay piçilərinin kakaosunu istəyirdi. Laylayı olmadı. Mən də Lamondi aldım. Bilmirəm, yaxşı olar da. Sonra qaryaçı şokolada dadanmışıq. İçinə biraz da darçın töküb qarışdıram. Çox qəşəng olur. Bunu da bunların içinə qoyub. Cif axtarırdım, olmadı. Bu arada şeyə girmişdim. Qız qalasına, sentralində. Oradan aldım bunları. Sonra belə kofelər, hamısı kofedir. Başqa heç nə yoxdur. Bir dənə də bu çaynik üçün aldım. Yazıb ki, çaynik setkası. İçinə çayı tökürsən, atırsan çaynikin içinə. Sonra dəmini təmizləmək istəyəndə rahat elə bunu götürürsən. Fisyo, bir də içini 2 saat yumursan. 2 saat deyəndə yəni də məcazi mənada. Rahatlıq üçün götürdüm onu da. Bu arada dırnaqlarım, kənarlar falan qaralıb. Axşam nar yemişik ona görə. Nar sezonu başladı. Fisyo da. Belə aldıqlarım bu qədərdir. Aparım indi yerli yerinə qoyum hər şeyi. Nazlının dərsdən gələn vaxtıdır tam. 5-də saat 6-ya işləyir. Düz 6-ın yarısında evdə olur Nazlı. Şoferlə gəlir. 5-ə qalmışda biz çatmışıq evə. Belə əynimizi dəyişənə kimi çayın altını qoşdum. İndi gedim də çay için bunları yığışdırım. Çantanı almalımı mənim dürlü çantamdan böyükdür. Paltarım həm ağ sən qoyduğum var ya şkafa. O böyük. O çantam. Ağlı qaralı. Yox. Hə. O mənimkindən böyükdür. Olar ağlı qaralı. O birsinə mən sizin paltarınızı yığacam sabah. Mənim paltarımı sən yığarsan. Hə, özün yığarsansa yox, mən yığmıram. Nəyin içinə yığıb gör. Tamam. Heç nə, onda paltarları mən götürərəm, sən də oyuncaqlar. O qədər şey yoxdur Nazlı. Bir şalvar, bir kofta bəsdir. Tamam. Oy, nə qədər şey yığmısan. Gəl ayırıq. Bunu çox istəyirəm. Bu Hansını aparım? Sən də. Birində. Məncə bu çox isti olacaq. Çünki hələ onun vaxtı deyil. Çünki ondan bu yerləşir. Çıxırdı deyə. Bu yerinə. Şalvarın da birini götürsən bəsdir. Bunu geyinəcəksənsə, götürəsənsə. Bu. Tamam. Bunun həm yaxşı, həm də çox. Maykan, yuxuları da götür də, yerləşəcək. Əminsən? Hə, əminəm. Mən yığım istəyirsən. Hə. Peh, peh, peh. İncitmə uşağı. Belə balaca torbalar almışam çay tökmək üçün də içinə. Çaydan tökürəm. Bu arada çayıma nanə kək otu qatmışam. Kək otu ilə elə bir ki nanə cövhər qarışıq satırlar. Çox qəşəngdir. Qarışdırırsınız çayla. Elə gözəl tam olur. Belə torbalara yığıram. Sonra belə atıram. Bura hazır. Çay dəmləyəndə o qədər rahat olur. Nə çayın bu qarası çıxmır. Necə deyim sizə, dənləri düşmür stakanın içinə, süzmək falan lazım olmur. Həm də ki, götürüb atmaq rahat olur da.
Bildiniz necə? Bir də çaynikin içini yuyanda əziyyət çəkmirsiniz. Dəmir tök, suyunu boşalt, nə bilim neynə. Çox rahatdır, çox qəşəngdir. Çox məsləhətdir. Belə çıqqılı da var, biraz böyük boyu da var. Biz balaca olduğumuza görə ailə olaraq tez-tez dəmləyirəm onsuz da. Yəni bir dəfə dəmləyəndə məndən başqa evdə çay içən o qədər də yoxdur. Axşam da Elşad gələndə, Elşad içir işdən sonra, yəni vəs eləyir bizə bu boyda. Bunun biraz böyük boyu da var. Mən özüm balaca boy aldım ki, onsuz da buna bir böyük qaşıq yerləşir, 3 dənə belə çıqqılı qaşıqla yerləşir. Arada gündüzdür, hava işıqlıdır, amma spotumuz yanıb, təzə spot almışıq. Bunu dəyişmək lazımdır. Kuxnanın işığı yanıb, ona görə çıqqılı işıqlar yandırmışam. Onu dəyişmək lazımdır. Belə. Oy! Biz hazırlaşmışıq, Qaqaşgilə gedirik. İndi krevetka alırıq. Bugün qonaqlıqdır. Nazlı ilə Elşad düşdülər mağazaya. Nərgizlə bizi gözləyiyorlar, gəlsinlər, krevetka alırlar. Keçən səfər almışdıq evə. Çox qəşəng dadlıydı, böyük krevetkalardan. Bilmirəm, dəniz məhsullarını mən çox sevirəm. Qolum ağrıdı, keçirdim sizə bu Brüsselimə. Belə. İndi könül istərdi ki, sushi da zakaz eləyək. Baxacam vəziyyətə. Görüm süfrənin vəziyyəti nətərdir. Az olsa, fikirləşsək ki, azdır. Onda sushi da zakaz eləyək. Kızım, kızımdır benim. Kızımdır benim. Kızım benim. Dəhti kızımdır benim. Əriyəncə balam olur benim. Əriyəncə balam. Əziz deyəndə əriyir. Ört göbüşü ört. Bağlıdır göbüş. Ört. Olmaz açmaq. Ana body geyindirib səni aça bilmirsən. Təzə şey yerəm. Koftasını qaldırır göbüşü ilə oynayır. Olmayacaq mikrop salarsan. Mat göndər xalallara. Elə. Göndər. Mat göndər. Yaxşı mat göndər. Özünə mat göndər. Göndər. Mat göndər. Elə. Ana, ürəkdir də. Bu ürəkdir. Ana, qəşəngisi. Nə oldu? Ana, datlısı dartışdırma. Tərləmisən deyə qoymuşam onu. Qurusun götürəcəm. Eləmə. 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 Ata hanı? Ata. Bəlkə biz də düşərdik. Oy, baş keçdi. Hemen bak da 5 dakika sonra götür. Yox, çiçəsi. Çok soğuk diyor, kazan tüm yaşım cebe yapışır. Bu burada diyor. Böyle kaşığı böyle insan kesmiyor ya, su yok diyor. Hamısı şeydi, krevet kaldı. Dibine şimdi. Qaynayırdı bunun suyu atdınız içinə. Yok. Ölsün kaynayacaktı. Dedi içti sudur, bilmem tarzı. Ben dedim İsti su buradaydı da, davamını su artırdı, artırmadı. Yok, artırmıyor. Məncə artırmışsınız. Ha yok da dedim, az idi su qalxdı burası. Krevetka dibə kimi görmürsən ki. Çox şey eləmə, əziyər. Heç nə, əzilməz o. Əzilər. Nətər olanda götürürdük, prosta qaynayanda, yadım. Qaynama Özünü eləmişdim. Ben istiot tökmədiniz, nə olacaq? Mənim telefonum harda uşaqlar? Cizdeyi də var. Davay. Mənki koladı, kola. Deməli bir gün Vallahi koladı. Şimdi də çəkim, değil mi? Anası yağacaq da değil.
Burada da var. Məclisimize reybəyə. Ay tort gətir. Yemirəm mən. O gün geri 5 at binə qədəmə. Jingle bells. Gələk Kamilin kuklasını gətirər deyə.